Deməli, indi göstərəcəm ki, Adidas tipli, nə bilim Amazon olsun, ya nə bilim Tommy, nə bilim Calvin Klein, ə, ya Armani olsun və s. də. Yəni bu tipli ümumiyyətlə nəsə Amerikadan nəsə bir şey zakaz vermək istəsəniz, necə verməlisiniz onu göstərəcəm. Ümumiyyətlə sizə iki dənə şey lazımdır. Birincisi almaq istədiyiniz sayt nədirsə orada bir akkauntunuz olmalıdır. Bu arada nəzərə alın ki, nə bilim Tommy'dir, Calvin Klein'dir, Adidas tipli saytların çoxu e, deməli endirim verə bilirlər. İlk dəfə zakaz var. Ona görə də nə eləyin? Həmişə çalışın ki, zakaz verəndə yeni bir akkaunt açın hər dəfə. İndi fərqli e-maillər vasitəsilə də hər dəfə fərqli e-mail işlədin ki, misal üçün bəzən sonra girib e-mailinizi çek eləyin qeydiyyatdan keçəndən sonra sizə nə bilim bəzən gələ bilir ki, filan şeyə filan qədər endirim almaq üçün bu kuponu sənə hədiyyə veririk. Misal üçün gələ bilər də. Ya nə bilim bəlkə ən aşağıda bu newsletter hissələri olur. Mən burada tapa bilmədim. Bəzi saytlarda newsletter hissəsi olur. Prosta deyir ki, bura öz e-mailini yaz, sənə promo kod göndərəcəyik. Zakaz verəndə o promo kodu işlətsən sənə 10%, 20% endirim də verə bilərik ekstra. İstifadə eləyə bilərsiniz. Yəni mən sən deyirsən Tommy-də zadda istifadə eləmişdim. Yəqin Adidas-da zadda da eləmişəm. İndi ümumiyyətlə necə zakaz verirsiniz? Nəsə girib bir şey seçirsiniz ümumiyyətlə. Bunun qaydası budur. Bir dediyim kimi akkaunt lazımdır. Bir də ki, daşıma şirkətlərinin hər hansı birində akkauntunuz olmalıdır. Mənim Amerikadan zakaz verəndə istifadə etdiyim Dynamics-də həmişə yaxşı gətiribdi, sürətli gətiribdi və ucuz gətiribdi mən deyərdim. Yəni bu misal $7 gətirir, o birisilər $10, $11 kimi qaldırdıqları olur yəni. Bir dənə dəqiq qiymətləndirmə baxaram, məncə $7-8 olmalıdır. Yəni belə o vaxtları belə idi ən azından. Axırıncı dəfə zakaz verəndə. İndi burada əsas məqam nədir? Birincisi burada xarici ünvannamə girib ABŞ-a basmalısınız. Burada adreslər verilir və bu kod xüsusən çox vacibdir. Bu çünki sizin ID-nizdir bir növ. Yəni bu koda əsasən bəlli olur ki, bu zakazı Dynamics-in hansı istifadəçisi zakaz veribdir. Bir də yandakı Dynamics kodu da əlbəttə ki, vacibdir. Yəni bu ikisini mütləq şəkildə qeyd eləməlisiniz, yoxsa zakazınız belə desək itəcək. Yəni bu bölgə misal elə bir yerdir ki, bura bəlkə də 50 dənə şirkət götürüb şeyin yazır da, yəni zakazını göndərir. Bəlli olmayacaq ki, bu Dynamics-inkidir, bu kiminkidir və yaxud da təkcə Dynamics yazsaz, bu kodu yazmasanız bəlli olmayacaq ki, bu hansı user'ındır. Ona görə bu hissəyə xüsusi fikir verməlisiniz. İndi Adidas'da misal üçün girdiniz, nəsə bir şey seçsəm. Mən bir şey seçmişəm, amma prosta göstərdim necə seçmək lazımdır. Nəsə bir şey seçirsiniz, nə size-ını seçdim, add to bag elədim. Sonradan nə edirəm? Buradan deyək ki, view bag-a basıram. View bag-a basandan sonra indi burada promo kod lazımsa şey deyə bilərsiniz. Öz promo kodunuz varsa bura yaza bilərsiniz. Məndə extensionlar var. Girir fərqli kuponları yoxlayır da. Yəni bu internetdən də kupon tapa bilərsiniz və yaxud da özünüzün daxilində o dediyim ilk dəfə qeydiyyatdan keçəndə zadda və yaxud da fərqli səbəblərə görə kupon zad e-mailinizə gəlibsə, onları da istifadə edə bilərsiniz. İndi bu bir-bir yoxlayır. Bu şeydir prosta. Karma bir dənə Google extension'dır ki, internetdə var olanlardan müqayisə edir və bir-bir yoxlayır da. Mən hər ehtimala qoyuram, bəzən tapır, həqiqətən də bəzən kömək tapır və həmsə bu dəfə heç bir şey tapamadım. İndi mən sonra nə edirsiniz? Checkout-a basırsınız. Mən həmişə belə edirəm ən azından. Burada mənim üçün artıq doldurubdu, amma siz belə deyək də, ümumiyyətlə bunları bir dənə silsəm, nə etməlisiniz? Bir dənə görsədim sizə. Bu da boş olasıdır da. Normalde deyək ki, beləncədir. Sizdən delivery adres istəyəcək. Buradakıları bir-bir doldurmalısınız. Misal üçün Ali Aliyev. Mənim adım Ali Aliyev. Street hissəsinə bunu kopyalayın, bura yapışdırın. Yapışdırandan sonra bir dənəsə random bir şey yazdım. Görüm nə deyəcək. Ayda bu problem vermir, amma normalda ola bilsin problem versin. Ona görə nə etməlisiniz? Bunu yazırsınız. Bəlkə sizdə belə seçim şeyi gələcək. Seçim şeyi gəlsə bu olanı seçirsiniz və ardına da xətt qoyursunuz. Bunu bu formada qeyd edirsiniz. Bir dəqiqə. Mən kopyalayıb yapışdıranda alınmadı. İstəsiniz lap əllə bir-bir götürüb baxın, klikləyin yazın. Bu hissədə bu formada bir şey olmalıdır. Sonradan apartment unit ehtiyac yoxdur. City town hissəsinə Newcastle, bu hissəyə Delaware, zip kod. Bunu bura yazırsınız. Phone number. Yenə eyni şəkildə bunu bura qoyursunuz.
və next edirsiniz. Next-ə basandan sonra adresi sonra bir dəfə də mütləq şəkildə yoxlayın və hətta necə istəsəz yoxlaya bilərsiniz. Sıfırdan bir dəfə də adidas.com-a girə bilərsiniz. Burada adam işarəsi var. Buna klik edirsiniz. Sonra buradan bir dəfə də adam işarəsi var. Bunları göstərirəm çünki bu ən vacib hissədir ki, siz adresi düzgün qeyd eləyəsiniz, yoxsa itə bilər. Yəni həqiqətən deyirəm, itmə ehtimalı var. Ona görə bu əsas fikir verilməli gəlişən şey adresdir. Sonra buradan bir dənə editə basın. Mənim əlimdə bir dənə sample düzgün işlədiyinə qaranti verdiyim bir dənə adres var. Bu dostumunkudur da. Bunu yoxlaya bilərsiniz. Bu adres hissəsindəki bu hissəsi dəyişə bilər, amma format həmişə eyni qalasıdır. Ki birinci adamların verdiyi ilkin adresi qoyursunuz 1620 Johnson Way, hansı ki bu burada yazılıbdır. Xətt, yəni defis, bu altdakı şey. Nə bilim, nə Dynamics indi bu rəqəm dostumun özünə aiddir, ona görə bu adres layını ki boş qoyubdu. Town City Newcastle, o dediyim kimi bunların hamısını ABŞ-a klikləyəndən sonraki hissədən götürməlisiniz də. Basandan sonra da nə edirsiniz? Hə, burada məndə də belədir, aşağı yuxarı Delaware, Newcastle, bu kod beləsinə. Hə, əmin olduğuna biləndən sonra bilirsiniz ki, buradakı hissə düzdür. Your delivery billing address desəyin bu problem deyil, eyni olsun. Sonradan necə deliver olunmağı ilə bağlı seçirsiniz. Bu Prime, Amazon Prime'ınız yoxdursa buna basmayın. Məsələn, bu Amazon Prime'dır da. Standart delivery free-dir. Bu saytda fərqli opsionlar ola bilər. Bu pick up in store qətiyyən seçməyin. Bu bir növ sizin özünüzün gedib seçməyinizdir. Ən idealı budur ki, hə, ayın 13-nə kimi satacaq. Bəzən tez, bəzən gec sata bilər, amma onu deyim ki, buna çox da güvənməyin. Sonra next-ə basırsınız. Bir daha bu da açılsın. Hər dəfə mütləq şəkildə bunu bir baxın, yoxlayın. Yəni hərf, söz-bəsöz bir yoxlayın mütləq. Dediyim kimi, bura çox vacibdir. İndi kartınızı və s. məlumatlarını yazırsınız. Mənim burada kartımın məlumatını yadda saxlayıb yazırsınız, place order verirsiniz, beləsinə qeydiyyatdan keçmiş olacaq. Nəyə fikir verin? Bir də ki, bu zakaz olandan sonra da ümumiyyətlə belə deyək də, bu sizin müəyyən bir gömrük application'ınıza bağlı olmalıdır. Onu eləməlisiniz. Adresinizə çatandan sonra, yəni bu nə qutusu sizin Dynamics-dəki yerinizə çatandan sonra girib gömrükdəki application'dan bəyan eləməlisiniz. Kömək lazım olsa deyərsiniz, amma sadə prosesdə odur. Bu qədər. Yəni əsas məsələ dediyim kimi bu delivery adresinin düzgün olmağıdır.